bilmərəm də o dərəcə. Hər biriniz məncə bura mütləq qatılmalısınız, mütləq. Və hətta sizə kimi tanışdıracağam. Baxın. Nurlanım. Mənə F1-in qazandırdığı ən gözəl dostlardan biri. Bəli, indi isə gözləyirik ki, flash mob bitsin. Bizim iş saatımız saat əslində 8-dir belə, amma 6-ya kimi işləyəcək bu günləri. Daha sonra isə saat 8-də sabahdan işləyəcək. Çünki konsert sabahdır, bugün heç nə yoxdur, bugün yarış yoxdur, bugün hazırlıqlardır sadəcə. Prosta biz işimizi qabaqcadan daha rahat tutmaq üçün bugündən başladıq, amma 13-14-də daha rahat olacaq. Qrupda əslində 12 nəfərlik 6 səhər, 6 günorta işləyir. Bundan əlavə də dostlarım var. Hal-hazırda onları aparıblar işləməyə, burada yoxdular. Buranı çox səliqəsiz görə bilərsiniz, çünki burada ancaq biz oluruq. Yəni bura bizim iş yerimizdir. Biz burada işləyirik və arxadan gələn səslərə fikir verməyin, çünki cidden kolonkaların səsi o qədər möhkəmdir ki, bura qədər gəlib çatır da. Baxın, zibil qutuları falan. Yəni bizim işlədiyimiz yer burada. Daha sonra burada balaca bir mətbəximiz var. Baxın, baxın. Daha sonra belə burada otururuq. Amma bir də sizə workforce team'i göstərim. Deməli, biz burada oluruq dostlar. Workforce team'idən burada biz çəkilirik. Gələn gedənləri, məsələn, səhər simeni olur, gün ortası simeni, bayaq flash mob uşaqlarına biz çəkin elədik. Buradan gəlib keçirlər və bizim oturduğumuz yerlər, çantalarımız. Daha sonra workforce team. Burada çekin işləri aparılır. Bu da ümumilikdə bizim məkanımız. Buralar biraz səliqəsiz ola bilər, amma bunlar hamısı sabah burada olmayacaq. Çünki hal-hazırda hələ də hazırlıq işləri gedir. Biz prosta bugün tez başladıq dostlar. Çox gözəldir hər şey. Belə paylaşımlar edəcəm ki, sanki siz də F1-də olmusunuz. Ona görə bu videonu axıra qədər izləməyi unutmayın. Bu sadəcə ilk gündür, first day deyək belə. Bugün çox işimiz belə deyim bağı yoxdur. Biz çekin falan elədik, flash mob uşaqlarla da çəkilərdik. Daha sonra işimiz bitdi. Biraz şinyat falan yedik, çay içdik, su içdik, belə işlər. Biraz oyun oynadıq uşaqlarla ki, vaxtımız keçsin, sonra söhbətləşdik, bir-birimizi yaxından tanımaq istədik. Belə işlər. Bugün first day'dir. First day'dən çox da bir şey çəkə bilmirəm. Amma təbii ki, indi saat 5'e işləyib səhv eləmirəmsəm, bundan sonrasında davam edəcəm sizlərlə. İndi gedirik yemək yeməyə. Şimdi yeməklərimiz gəlir. Onları da sizin üçün beşini çəkəcəm. O uşaqlarımız. Bizim timin tamamı. Uşaqlar, YouTube videoma salam deyin. Bu saat da içəridəyik, yəni bayır üçün darıxmışdı və bayır çox yaxşı istidir. İçəridə kondisionerdir, dəhşət soyuq idi. Neyse dostlar, belə. Çox heyecanlıyıq, çünki gedirik yerdə bir yemək yeməyə və çəkəcəm sizin üçün. Bu da bizim yemək yiyəcəyimiz yer. Sizcə də çox gözəl deyilmi? Paket aldın mı? Bəli, paket 6 nəfərlik. Yüzümüz gülür. Baxın, bu da Crystal Hall. Sizin üçün daha yaxından çəkim. Məncə çox güman ki, hər kəs Crystal Hall'ın içərisini görməyib. Ona görə daha yaxşı çəkəcəm sizin üçün. Uşaqlarımız yeməklərimizi daşıyırlar dostlar. Burada qızlarımız gəlir. Burada deməli, Dəniz Molun yanından belə gəlirlər. Düşür. Sen de bak. Sen içirsən, yaşayırsan, get bir. Beydən kesəcəksən hər yer. Yemeğimizi yedik. Daha sonra geçen belə sandviç falan, yani özünüz də gördünüz. Sonra çay falan da içdik. İndi hər şey qaydasına da oturmuşuq. Əslində iş saatımız saat 8 yazdı, amma deyilənə görə 6-da bitəcək. Bilmirəm, indi inşallah ki, bizə bir xəbər eləyəcəklər və biz də ya oturacaq ya da gedəcəyik. Mən düzü yemək üçün çox sevindim, acımışdıq. Amma yemək yerindən sonra rahatam, yəni oturmuşam. Sadəcə olaraq biz yenə də tim liderlərimizdən xəbər gözləyirik. Yəni öz başına da hərəkət etmək olmaz dostlar. Bunu da xəbərinizə çatdıraq. Burada nə olursa ən yaxşısı tim liderlərimizə xəbərləməkdir. Neyse, yeməğimizi yedik, qəşəng. Hələ ki uşaqlarla burada gəzirik. Oturmuşuq, hələ də gözləyirik.
flashmoba gedən uşaqların çantaları var və biz onları qoyuruq. Dostlar, deməli, artıq evə gedirik. First day'imiz bitdi, yemək yedik, biraz işlədik. Amma əsl iş bizi sabah gözləyir və sabah konsert də var, orada da iştirak edəcəyik inşallah. Bu qədər. Yolda da biraz çəkərəm, amma daha çox first day'im bitdi. Yəni yollar konkret olaraq bildiyiniz Dəniz Molla çıxıb gedəcək Çərşənbə və ikinci gündən hər birinizə salamlarımı çatdıracağım. Ona görə izləməyi unutmayın. Çıxdıq workforce nə idi? Biz deməli Crystal Hall'dan çıxdıq və hava qaralıb. Burada da qızlar. Neysə, gedirik indi metroya, şəhərə, oradan da evə. Səhər isə ikinci günümüz başlayır inşallah. Gedirik və ayaqlarımız çox pis ağrıyır. İnşallah gedib çatarıq. Bu an mənə bəli, Azərbaycan xalqı dözümlü xalqı kim idi? Hökümə demişdi. İndi isə bu an, daha doğrusu bir anı xatırladım. Onda daha da geç çıxmışdım. Tarkanın konsertinə idim. Onda da eyni vəziyyətdəydim. Ayaqlarım çox dəhşət pis ağrıyırdı. Hətta indi biz bugün çox işləməmişdik. Amma yəni bugün çox işləməmişdim. Amma Tarkanda baya işləmişdim. İndi isə gedirəm evə. Artıq evdən zənglər gəlib. Hiçbir şey olmaz. En azından çok güzel bir yerdeyiz. Çok güzel bir an keçiririk dostlarla, uşaqlarla. Halbuki biz birbirimizi heç tanımırıq da, təsəvvür edin. Gəlmişik hər bir universitetdən, bir yerdən düşmüşük və biz orada bir ailə kimi olmuşuq. Onlarla o qədər gözəl vaxtlar keçiririk. Yəni bilmirəm də, anlatılmaz da. Ona görə mən könüllü proqramlarına qoşulmağı çox sevirəm və şəxsən yəni bundan sonra qoşulmağa davam edəcəm. Çoxsa bir vaxt mənə görə xeyir deyil. Əksinə tələbəçiliyimin ən gözəl vaxtları sırf könüllü proqramlarında keçir dostlar. Ona görə sizə qoşulun. Daima hələ vaxt keçirin və bugün birinci günümüz sonlanır. Bitir. Sabah ikinci gün, ən gözəl gün, ən gözəl. Hər biriniz bu anı gözləmiş olacaqsınız ki, mən sizdən çox gözləyirəm. İkinci gündən hər birinizə salamlar. Mən gəldim və mən indi gedirəm Ərəvənlər Sarayına akreditasiyamı götürməyə. Saçımı da belə yığdım çünki axşam konsert olacaq və saçım açıq olanda tez vəziyyətə qalır. Ona görə yığdım. Həm kepka falan tapmaq istəyirəm. Daha sonrasında isə keçəcəm Crystal Hall'a. Ondan öncə də dostlarımı gözləyəcəm. Onlarla birgə getmək istəyirik. Nəysə, mən şəhərdəyəm, buradayım. İşim 12 yarısı başlayır. Ona görə rahatam. Hal-hazırda hamıdan tez mən gəlmişəm. Deyəsən yox, Rəşad zonalardadır. O hələ şeydə, bura gəlib. Amma digərlərimiz çatmaq üzrədir. Mən onlardan tez gedib deyirəm, alım formumu falan. Onlar gələndə artıq Ramay Baku Crystal Hall'a gedir. Çünki oraya gecikmək olmaz artıq. Çekim falan var. Və hətta biz gedib oraya çatmalıyıq. Çünki artıq səhər simini olanlar gediblər. İndi biz 2 siminiyik. Dostlar, bura əl oyunları sarayıdır. Gördüyünüz üzere mən buradan gedib formamı alacağım. Dostlar, baxın, artıq götürdüm akreditasiyam, çantam, kepkam və koftam. İndi bizə sweatshirt də verdilər, yəni jaket. Onu axşam giyinəcəm. Məncə mənə çox qəşəng yaraşdı deyə ümid edirəm. Bu qədər çox sevincliyim, yəni bunu səsimdən də hiss edə bilərsiniz. Elə gözəl anlar paylaşacağım ki, özünüzü əsl F1'dəki kimi hiss edəcəksiniz, yəni ciddən. Elə gəldim, Hökümə də buradadır, onunla görüşdü. İndi gedirik Nurlanana götürüm. Daha doğrusu Nurlana da gələcək. Oğlanlar da ki, bilmirəm, qabaqdan gələcəklər, bir yerdə Crystal'a gedəcək. İnşallah yarım saat çatarıq deyə ümid edirəm. Dostlar, küləkdən saçımız falan da püskünə qalıb. Burada 4 nəfərik. İnşallah salam deyin. İndi onunla görüşdük. Gedirik Baku Crystal'a. 2 uşaq isə, Akif, Nərəşad isə içəridədirlər. Biz də gedirik, artıq çatırıq. Çox az bir yolumuz qalıb. Bir 10 dəqiqə falan çatarıq yəqin ki. Görüşsə Baku Crystal'a. Baxın, sizin üçün yaxınlaşdırım. Gəldik, Crystal Hall'ın içərisindəyik. İndi gedirik öz iş yerimizə. Belə.
bu özüm danışıq isə başa salıram da, amma bundan sonra şeydir, daha qəşəng belə çəkilişlər çəkəcəm. Prosta yol boyu bulvar falan nəyin çəkim. Əsasında Kristal Home falan çəkim və axşam konsert. İnşallah konsertdə çəkəcəm. Hə, bu arada biz sabahları skuter istəyirik öyrənək, onunla gələk. Çünki cidden uşaqlar çox yorucudur ya. Ne oldu uşaqlar? Gəldik, öz yerimizdəyik. Heç nədə yenə başlayırıq işə. Bu arada buram niyə qızarıb bilmirəm. Yəqin günəşdən olub. Şuradan. Bu da ikinci günümüzdən. Biz əslində 12 nəfərlik qrupda. Onlardan Nərmin, Sonam, Salam. Aytaç, Salam. Bacım. Nəsə bu? Bunlar da bizim digər timin davamıdır. Yorum yazın. Ağlasın. Abone olun. Özel. Bəli. Deməli dostlar, biz gedirik günorta yeməyinə, yarım saat vaxtımız qalır. Vaxtı yeməyi tamamımız, gedirik yemək yeməyə. Oradan da çəkmişlər eləyəcəm sizin üçün. Çünki bir də axşam saat neçədədir? 5-dədir. 5-ə qədər də ac olacaq. Ona görə indidən yeməyimiz məsləhətlidir. İndi gedirik. Burada gəldik yemək yeməyə dostlar. Sağ olun. Ay. Bana göre size xəbərdarlıq edirəm. Gözünüzü bağlayın namaz. Ne dilde, ne hansı dilde oynuyor? İngiliz, İngiliz. Pol-ruski, İspanyol. Azerbaycan dostu. Akif Hamı gördüler. Kötü yorumları fokuslanma. Fokuslanma. Göt bakma. Yani bunu yazın. Götür sen. Niye kırıksın? Sabıyla neydi? Sen tut, mən düşüm. Ben danışmayayım. Sen markasan. Bize bırak. Bize bırak. Bak hadi yaklaşın. Olmasın. Günorta yemek istiyorsan. Savaşta sadeliyorsun. Onu şey yapayım. Bize yakınlaşın. Bize geldi. Tatlı. Ben şunu yerler bize. Biz burada yarış edirik ki, kimə daha çox şeydi, könüllü gəldi deyə. Mənlə Ömərə daha çox gəlir. Bunlara gəlmirlər. Hadi bir tanesi de gel bize. Və bu da gəlir. Sonra 10 oynayırıq. Bəli. Biliyorsun içinde renci var. Onda böyle eləyək də. Bunu qoyaq. Aşık. Ha, nereye? Renç dedi. Amma o deməyin ki, biz Yo, işləmirik. sənəd Bayaqdan sadə işləyirik, qəbul sadəcə edəcək. bekarıq. Ben seçim. Ha, ella da kitlen. Любой ставьте, любой 3 или 4. Gedirik yenə yemək yeməyə, amma deyilənə görə yemək qalmayıb, bilmirik daha. Başımız onunla qarışmışdı, təsəvvürün yarım saatdan çox. Hə, onu oynayırıq. Deyilənə görə yemək yoxdur. Bizimkilər anı. Biz konsertə gedirik. Bizim uşaqlar. Amma indi daha sonra isə konsertdən kesitlər atacağım.
dostlar, bugün artıq 3-cü gün, yəni sonuncu günümüzdür. Heyfslənirəm, bəli, çox üzgünəm. Yəni dünənki havalardakı enerji yoxdur, çünki heç istəmirəm bitsin. Amma nə etmək olar? İndi gedirəm. Rusya daha sonra bilirsiniz də, gündəlik iş yerimizdə nələr olur, onları paylaşdım. Və siz axşam çox gözəl bir sürpriz gözləyir. Həmçinin bizi də. Onu da akşam sizle bölüşeceğim tabii ki. Rusya o süreçte artık bilirsiniz ki biz işleyirik. Daha sonra ne bileyim onu falan oynuyoruz. O dönemleri falan her şey sizle açık aydın paylaşmışam. Ona göre digərlərini görməyinizə yəni gerek yoktu. Çünkü artık hamısını görmüşsünüz. İstəmirəm tekrar hər birini sizə izlədim. Amma yəni izlədiyəcəm şey akşamki sürpriz olacak. Herkes hazırsa onu paylaşacağım inşallah. Sadece gidip ben özümde görüm. Beni ne sürprizler gözləyirsə. Sonra sizlərdən onları paylaşacağım. Təngi nəfəsəm uşaqlarla gedirik. Sahildə, zonalarda görüşmək istəyirik. Daha sonra isə keçəcəm Kristal Hala. Ondan əvvəli gedib Əl Oyunlar Sarayında Ülkəri görəcəm. Amma geç çıxmışam da, yəni hələ istədim tez çıxım. Yenə alınmadı. Neyse olsun. Uşaqlar zaten tezə çıxırlar elə. Bir problem yaranmaz. Merhaba Azerbaycan. Selam. Salam. Bunlar bizim turistlerimizdi. Çok sağ olun. Turist değiliz kardeşiz. Biz kardeşimiz turist değiliz. Onlarla da video çektim ben o zaman. Çok şengiydi. Bilirsiniz ne oldu? Biz skuterla geldik de. Burada Kristal Hall'da. Yani Ömer sağ olsun. Beni getirdi skuterla. O kadar qəşəng idi. Mən sürə bilmirdim, o sürürdü. O qabaqda sürürdü, mən də arkada dayanmışdım. O kadar qəşəng idi ki skuterla gəlmək. Burası o an qorxurdum biraz daha. Yəni ki telefonla çəkməyə ehtiyac edirdim. Ona görə çəkmədim. Amma kaş çəkə bilsəm, kaş götürə bilsəm o anlarım. Əfsuslar olsun ki götürə bilmədim. Ama çok qəşəng idi. Dostlar, koşulara minmişik. Bəli. Hər cür yolla gəlirik Kristala. Üçüncü gün ve yine biz Kristal Hall'dayız. İndi kola. Davay. X-Bar. Baxın. Baxın, mən çək eləyəndə görür ki, X-Bart'da. Siz belində X-Bart görsədir. Çünki qozarsınız. Tamam olsun. Hamımızı var, X-Bart. Sen de bir tane salam bir tane. X-Bart. X-Bart. Akif buradasan. Jealous, sizə jealous. Mən oynayamıram. Aşkı hana aşkı davay. İçində də bir yerdə qoşsaq nə olacaq? Ha? İçində bir yerdə qoşsaq eyni momentdə. Ola. Bir dəqiqə. Hazırda J Balvin'in konsertindeyim. Ortama bakın. Ben görün indi burada necə eğleneceğim. Mi música no discrimina a nadie, así que vamos a romper toda. Mi gente se mueve, mira el ritmo como lo tiene. Hago música que entretiene. El mundo nos quiere, me quiera. Hal-hazırda J Balvin konsertindən çıxmışam. Amma Zaretkam artıq bitmək üzrədir. Ona görə bütün necə deyim sizə fikirlərimi evdə bölüşəcəm. Amma bir onu deyə bilərəm ki 3 gün ərzində mən burada həyatı yaşadım. Yəni çox əla idi. Səsim tutulmaq üzrədir. O qədər qışqırmışam. Buraları fırlana gedirik inanırsınız. Şatıllara çatmaq üçün. Çünki buradan içəri şəhərə bayağı yolumuz var və saat da çox gecdir. Neyse, əsas konsertə baxdım və konsertdən ləzzətini çıxardım. O qədər. Düzdür, havaya baxın, çox geçdi. Amma təsəvvür eləyin, mən bir daha Will Smith, Black Coffee, J Balvin harda görə bilərəm dostlar, harda görə bilərəm? Yəni mən bu anları zaten yaşamalıydım. Yəni qalmalıydım bu saatlara.
YouTube kanalıma bir daha salamlar. Biz bunu başardık. Yes. Kanallarını deyərsən, baxacam özümə. Mütləq. Ella da Tekişeva. Biz indi şatıllanıb gedirik. Bilmirik hara gedirik. Yəqin ki metrolardan birində düşəcəyik. Belə. Burada millət. Hamısı konsertdən çox dostlar. Təsəvvür bilirsiniz nə qədər şatıl var idi. Bizi Baku baslarda daha doğrusu onlarla gedirik. Gedirik metroya.